Bir daha vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkinci də yenidən bir yerdəyik. Bir daha xatırladaq 9 yaşlarından ibarət Süper Çempionatı Dini Futbol Məktəbi və Avropa Futbol Akademiyası yetirmələri üz-üzədir. Fasilə EFA minimal hesabla öndə yollandı. DFM önündə görə. İkinci hissədə bizi nə gözləyir? Tural, sən nə düşünürsən? Məhz ikinci hissədə hesab nə olacaq? Təşəkkür edirəm sözə görə. İlk hissə bəli, EFA-nın minimal hesablı qələbəsi ilə bitdi. Amma ikinci hissədə də komandalar sözsüz 3 xal uğrunda amansız mübarizə aparacaqlar. İlk hissədə çoxlu faullar var idi, bu da nəzərimizdən qaçmadı. Yusif zərbə çəkdi, təkrar əmlə Cahit. Hayat Yadiyarovdan mükəmməl reaksiyalar davam edir. Sanki bu maç üçün tam şəkildə beləcə premium söz veriblər ona, nədirsə klub buraxmamağa maşallah olsun davam edir. Növbəti alt DFM. DFM ən azından elə ki hesabı bərabərləşdirmək üçün ilk hissədə çox yaxşı imkanlar oldu. Hətta direyə dəyən bir top da var idi, onu da xatırladım. Emin bir noktada Emin. Ağaçın aldı. Yok. Bravo Evdarlar. Yusuf'un müdaxiləsi vardı. Cahit. Bravo. Yenəymədim. Cahit. Alt DFM. Diye kapat. Kimde oysa? Yahya. Arda oyuncusu oyna. Elmin. Düşüncə yaxşı ötürmək istəyilən ki, balıq Yusufu düşmüşdü uzaq küncə qapı arxasında, amma bir qədər istəyilən ki, balamadı bu ötürlər. Yanisov. Alt DFM. Arda diyen tabağında diye. Qapıya doğru başla zərbə. Hüseyin yaxşı birebir oynuyor. Elmin Məhmədlidən gəldi, amma hələ ki tilsimi qıra bilmirlər. Raul dəqiq. Bir daha xatırladaq, EFA-nın minimal hesab üstünlüyü var DFM önündə. Daha bir zət olacaq, bu dəqiqələrdə rəqibi müdafiə həbs ediblər. Emin sen çıkmazsan biraz kapatalım. Koroğlu Sports və İdman meydançasında 9 yaşlardan ibarət Respublika Çempionatı, Dini Futbol Məktəbi və Avropa Futbol Akademiyası yetirmələri üzrədir. Fasilə EFA minimal hesabla öndə yollandı. Cahit pressing edir öndə. Qayda pozulub. Başla. Top EFA klubunda. Tələsmə. Arda çok düşüyor. Yahya'ya. Omar adlı oyuncu var. Arda çek. Xeyr, yox, Omar yox. Koroğlu. Arda və qalq ki bir dəfə etdi. Murad Əzizli. Canı basına da olsa bəli, sevini etdi Murad Əzizli və yerdə qalır. Arda'nın xüsusilə hər iki ayağı çox sərt zərbələrə malikdir. İkinci zərbəsi. Rəqibin zərbəsi Murad üzünə dəymişdi. Artıq hər şey yaxşıdır. Yaxşı toxunuş oldu, amma hədəfdən yayındılar EFA oyuncuları. Emil Səmədov idi, səhv etmirəmsə, yoxsa Hüseyin Əhmədli. Hüseyin Əhmədli idi. Yusuf rəqibdən yayınmışdı artıq, qayda pozulub. Arda qaydanı pozdu. Koroğlu Sports İdman meydançası. EFA minimal hesablı öndədir DFM önündə. Son dəfə xatırlatma edirəm. Ekranımızı maksimum dərəcədə bəyənək, paylaşaq, zəhmət olmasa. Yusuf Əsimzadə. Bravo Emin, ayağlasan. Yusuf zərbə çəkdi. Yadiyarovdan Sökanıdı. Uzanaraq müdaxilə. Alqışlandı. Ayaz Yadiyarovun bu reaksiyası. Başla. Ayaz Alt DFM. Yaxşısan. Birebir oynuyor. Arda diyen tabağında Emin.
minnətdarım ekran bəyənənlər. Aşağıda darınızı görəm, hər biriniz ayrıca minnətdarım. Bəyənək ki, bu gənclərimiz daha çox külə qarşısına çıxsın, daha çox şəxs izləsin. Qapıya Yenə doğru yenə Elmi. İki gözəl hərəkət. Öncə Məmmədlinin zərbəsi, ardından 9'luqlar uçaraq müdaxilə. Ayaz Yadigarovdan. Kimi götürsən ha? İkinci zərbəsi. Anlaşa bilmədilər. Ayaz tez. Qələbəni böyük ehtimal ilə Yadigarov gətirəcək komandasına. Yox, Ayaz. Topsa oyuna yenidən daxil edilməlidir. Nəticə barəsində danışmaq tezdir Tura. Hələ kifayət qədər vaxt var, nə az, nə çox. En az 19 dəqiqə vaxt var. Götür Emir. Yaxın oyna. 14 dəqiqə. 19. Arda. İkinci sənin 6-cı dəqiqəsi. 19 dəqiqə. Arda. Arda Zeynalov. Yahya. Qarayvandan top alır. Out Sefa. Zərbəsi geridə qaldı Səmədovda. Top qalkiberdə. Murad Əzizli, Elmi Məmmədli. Elmi. Yunisovu düşünmüşdü Məhməd Yunisov. Cahid də təzyiqə qatıldı Cahid. Arda. Arda. Rəqibin üzərinə gedir. Bir oyuncudan sıralda. Arda. Arda və Murad Əzizli çıxartdı. Murad keçid vermir. Ardan artıq neçənci epizoddur ki, məyus etməyi bacarır. Cinahı dəyişir Səmədov. Yunisov, İbrahim Qarayev. Bravo, Emir koy içişə. Out Sefa. EFA-nın minimal hesablı üstünlüğü var. DFM önündə bir daha qeyd edirik. Karalı Spor Seyidmə meydançasında U9 liqası Arda çaktı topa. Ötürməsini verdi ama uzanaraq müdaxilə. Əzizlidən gəlir bu dəfə. götürmək ünvansız idi. Out. Dəfəyə. Baxına bilmir. Elmi Məmmədli. Yusuf özünü göstərdi. Elmi bir ara ötürməsi məhz bu ona doğruydu. Yusuf Əzimzadə. Son toxunuş Hüseyin Əhmədidən out dəfəyə. Bu dəqiqələrdə təzyiqi bir qədər də artırmaq istəyir Dinev kollektivi. Qaçsan sava hər kəs meydan rəqib adına səsində mövqe tutub. Yusuf. Dəlik eləmlə idi, amma Elmi toxula bilmədi. Ötən oyun belə bir epizod var idi. Hansı ki, Yusuf yan xəfdən qapı qarşısı asma etdi və Elmi Məmmədli baş zərbəsi ilə topu torlara yollamağı bacarmışdı. Yunisov. Bir qabağına. Bir qabağına. Elmin. Bir də yürüyür. Arda Zeynalov. Arda. Elmi Məmmədli. İkinci zərbəsi. Out Sefa. 9 yaşlardan ibarət. U9 liqası, Respublika çempionatı, bəli. Murad Əzizli. İkinci zərbəsi. Sefa. Yunisov. Səmədov ortaladı. Alt dəfəyə. Hər kəs hicranla, fərəqlə DFM-in hesabı bərabərləşdirməsini gözləyir. Sefa isə buna imkan vermir. Elmi Məmmədli. Yusuf Əzimzadə. Çərçivəyə bağışlatdı. Yusuf! Qafadan aralı. Ayaz Yadigarov maçın qəhrəmanlarından topu məhsə oyuna qoşmalıdır. Yəqin ki, mənə qatılarsan, EFA kollektivi daha çox müdafiə əksüzün və kontratak
mübarizə aparır. Əks həmlədə rəqibini yoxlamaq istəyir. Mən razıyam bu fikirlə. Hüseyin Arkan. Anar Erzumanov o minimal hesablı üstünlüyü qorumaq istəyir. Sürüşkən hesabda, təhlükəli hesabda. Xüsusən də uşaq futbolunda biz bilirsiniz ki, bəzi maçlarda hətta 30 qol üzəri bir nəticə də izləmişik toplamda iki komandanın vurduğu qol, amma belə maçın xüsusi ləzzəti var, cəmi bir top vurulub toplamda 30 dəqiqədə. Əsl futbol izləyirik belə desək. Sonraki oyunda bilmirəm, mən olmayacağam. UEFA Çempionlar Liqasıda. 15-0-0'da oyunum var. Bizim heç birimizin oyunu yoxdur 15-0-0'da. Qaydan top. Tələssi Arda. Hədiyyə idi. Yusif. Emin Səmədov. Ondan zərbə və qol-kiber 2 cəhətdə top Ramiti. Murad Əzizli yerindədir. Dəfələrlə real qollardan komandasını xilas etməyə bacarıb İbrahim Qarayev. Top efada. Səmədov. Geriyə doğru. Yadigarov. Yahya. Arda Zeynallı dərhal zərbə və top 2 cəhətdə qol-kiberdə qalır. Elmin. Top rəqibindən sıyrılmışdı. Atifa. Komandaların və valideynlərin müraciətindən sonra biz məç çəkilişlərdə oluruq. Komanda və yaxud valideynlər bizə müraciət etməlidir. İbrahim Qarayev. Murad Əzizli. Cahit təzyiq edirdi. Atifaya. Bəli. Anar Erzumanov. Arda Zeynallı. Arda. Kim zərbəsi? Qapıdan top oyuna daxil ediləcək. Qapıdan zərb olmalı. Murad Əzizli. Təxmin olaraq 7 dəqiqə yaxın bir müddət qalıb görüşün bitməsinə. İbrahim Qarayev. Bravo, topu uğurluyor. Yahya! Oy! Neydi bu? Bu neydi? Neydi axı? Bir yox, 2 direğe birdən çarptı top. Sonra daxil olmadı ki, olmadı. Ters sokunuş ve gol! Dokunuş var idi. Başla dokunuş var idi. Bu dokunuşdan sonra avtogol qeydə alınır. Əgər outdan birbaşa top tora daxil olsa, əlbəttə ki, gol qeydə alınmayacaqdı. Efa, ikinci top. Efa, fərq 2 top. 2 cavabsız gol. Defenin kifayət qədər real gol epizodları oldu. Amma hələ ki fərqlənə bilməyiblər. Elmin Çiliyə doğru ötürmə Cahit. Arda. Zərbəyə macal tapmadı. Murad. Hüseyin Əhmədli. Gəlgər uzaqlaşdırır. Səmədov. Yahya Muradov. Arda. Anar Erzumanov. Emin Səmədov. Elmin qarşıladı. Elmin Məhmədli. Bir rəqibinin yayında. Elmin topladı. Arda. Top qapıdan aralı keçdi. Təqribən Fərqi son yox. 5 dəqiqə. Fərqi yoxdur. Aylıq və yaxud hər oyun. Mənə şəxsə yazın. Yazın, yayından sonra cavablandıracağım. Ral edardım. Yahya.
Elmi qazandı. Gəlişinə zərbə alınmır. Cahit yerdə qalır. Qayda pozulub. Bax, indi yaxşı bir imkan var. Ən azından fərqim hələ ki minimuma indirmək üçün. Sonra epizod necə dəyərləndirəcəklər? Elmi Məmmədli topun arxasında. Nəfəsimizi tutmalı olacaq topun arxasında. Ən yaxşı standart zərbələrin ifaçısı Elmi Məmmədli var. Qol gəlirmi burada? Canlı Səttər top edəşan tərk etdi. Elmin etirazı var idi, hansı ki F oyuncuların əlinə dəymişdi deyə. Refer isə altı işarə edirdi. Yusuf Əzimzadə. Anar Ərzumanov. Geriyə doğru ötürmə. Murad Əzizli. Evet, alt defa. Yaxədə top oyuna daxil edilməlidir. Alt defaya. Yusuf. Ötən günlərdə isə Qırğızstan təmsilçisinə qol vurmağı bacarmışdı Yahya Muradov. EFA'nın oyuncusu. Həmin maçdan EFA 2-1 qalib ayrılmışdı. Korner. Birebir oyna, birebir. Yahya kimden oysan, Emir? Ha, Ceylan! Qırğızstan klubunu məğlub etməyə bacaran EFA bugün ölkə çempionatı çərçivəsində DFL ilə qarşılaşır. Götürsen fikir verim ona. Sanki bir maç səfərdə Çempionlar Liqasının oyuna çıxıb, növbəti maçda isə Premyer Liqa maçına çıxıb. EFA çox maraqlı bir hisslər yaşadırlar bizə. Ümumiyyətlə, buna görə də Azərbaycan Futbol Federasiyasına təşəkkürümüzü bildiririk və rəhbərlikdə olan hər kəsə bu möhtəşəm təşkilatçılığa görə uşaqlar artıq xarici futbol klublarına da mübarizə aparmağa nail olurlar. Bu gənc yaşda peşəkar futbol klublarına üzv olurlar, peşəkar məşqçilər görürlər. Ötən uzaq illərimizdə belə bir şəraitimiz təbii ki yox idi. Ona görə də bizdə artıq inam var ki, gələcəkdə biz artıq UEFA Çempionlar Liqasının və Avrokubokların, Avropa turnirlərinin ənənəvi iştirakçısı olacaq. Çünki çox sürətli təkanlar verilib. Anar Ərzumanov uğurladı. Anar ayaq saxladı. Cina dəyişili. Yunisov. İrəm Qarayev əmləyə qatıldı. Qarayev. Geriyə doğru ötürmə Elmi Məmmədli. 18-ci dəqiqə. Allah'ım bravo Ümit, bravo Ümit. İbrahim. Ümid Mürşidov. Gel sat. Ya. Alt dəfəyə. Koroğlu Sportslar İdman Meydançası. U9 Liqası. DFM və EFA kollektivləri üzrədir. Növbəti alt dəfəyə. Avropa Futbol Akademiyasının 2-0 üstünlüyü var. Ümit, diyen kaldı. Dini Futbol Məktəbi qarşısında. Elmi Məmmədli standart vəziyyəti o yerinə yetirəcək. Hüseyin yakın, Hüseyin. Elmin qapıya doğru. Top qapının üstündən keçdi. Əsas vaxtın son 2 dəqiqəsi. Aydın müəllim niyə yoxdur? Sual verilir canlı yayın vasitəsilə. İnşallah ki səhəti ilə əlaqədar olmaz, amma Zərbə Yusuf Əzimzadə. qapı çatı. Dəydi. Qapı çatı qola mane oldu Əzimzadənin qol vurmağına. 19-cu dəqiqə. Ümit Adem. Ümit Adem. Anar. Yusuf. Bravo Adem, bravo. Adam Səfər Əliyev təzyiq edir. İkimiz yok. Elmi. Adem. Bir aldadıcı cəhət. Elmi Məmmədli. Hərəkətli sürət. Səfər Əliyev. Bütün gücü ilə mübarizə aparır. Əsə qaydanı pozulur. Qayda pozuntusuna qarşı. Əsas vaxtın sonuncu dəqiqəsi. Emin Səmədov topun arxasındadır. Şut zərbəsi. EFA. Məmmədli də indi Əsəblərini cilovlaya bilmir. meydandan kənarlaşdırılır.
Yeniden yerine yetirilməlidir. Neyse. Ya fotoğraflayla. Tam itirmə var. Alt tepeye. Yunisov. Adem Sefereliyev. Yine bir alt tepeye. Her hissede bir golla HFA qələbəsini demək olar rəsmiləşdirdi. Toplamda 2 cavabsız golla HFA 2, DFM 0 golla da maç başa çatır. 3 kal Avropa Futbol Akademiyasına gedir. Tərəfləri möhtəşəm ona görə təşəkkür edirik. İzləyicilərimizə də çox sağ olun dəstəklədiyiniz üçün. Yeniden görüşənə dək hələlik.